Və sonda 1969-cu il iyulun 14-də Ulu Öndər Heydər Əliyev Azərbaycanda ilk dəfə siyasi hakimiyyətə gələrək Respublikanı mövcud iqtisadi böhrandan, vəziyyətindən çıxarmaq istiqamətində mühüm islahatlara başladı. Bu barədə Qaradağ rayon icra hakimiyyətinin təşkilatçılığı ilə Ümumilli lider Heydər Əliyevin ilk dəfə siyasi hakimiyyətə gəlişinin 57-ci il dönümünə həsr olunan tədbirdə qeyd olunub. Bildirilib ki, Ulu Öndər Heydər Əliyevin siyasi rəhbərliyi dövründə ölkə sürətli inkişaf yoluna qədəm qoyub. Dünya şöhrətli siyasi və dövlət xadimi öz uzaq görən siyasəti və müdrik fəaliyyəti ilə müasir Azərbaycan tarixinin ən parlaq və şərəfli səhifələrini yaradıb. Bugün Azərbaycanın qazandığı uğurlar Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir. 44 günlük vətən müharibəsində əldə olunan möhtəşəm zəfərin əsasında Heydər Əliyev ideyaları və onun formalaşdırdığı güclü dövlətçilik strategiyası dayanır.